Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Ağcabədi rayon komitəsinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının əməkdar müəllimi Zəhra İbrahimova ilə ədəbi bədii görüş keçirilib. Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini, təhsil işçiləri, ictimaiyyət nümayəndələri və səbəbkarın yaxınları iştirak ediblər. Öncə təhsilimizə böyük qayğı ilə yanaşmış ümummilli lider Heydər Əliyevin və vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan moderator, Ağcabədi şəhər 1 saylı tam orta ümumi təhsil məktəbinin direktoru Samirə Nəsirova Zəhra İbrahimovanın mənalı ömür yolundan, onun təhsilin inkişafındakı əvəzsiz xidmətlərindən danışıb. Qeyd olunub ki, ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr edən Zəhra müəllim fəaliyyəti dövründə yüksək nailiyyətlər qazanaraq əməkdar müəllim fəxri adına layiq görülüb. O, hər zaman öz yeniliksiz yanaşmaları ilə seçilib. İlim müəllimi, baş müəllim kimi uca adları şərəflə daşıyıb. Daha sonra çıxış üçün söz Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağcabədi rayon komitəsinin sədri Arzu Niftaliyevaya verilib. O, tədbirin Zəhra müəllimin doğum günü ərəfəsində keçirildiyini bildirərək bu münasibətlə də səbəbkarı təbrik edib, ona səmimi arzularını çatdırıb. Ardınca filoloqun övladı, Aran Yolu qəzetinin baş redaktoru Məhsəti Musa çıxış edib, təşkilatçılara öz minnətdarlığını bildirib. Sonra Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi Təşkilat və İctimai Siyasi Humanitar Məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova, Qarabağ Regional Təhsil İdarəsinin Ağcabədi rayonu üzrə təhsil sektorunun məsləhətçisi Əliş Rüstəmli, Azərbaycan Yazıçılar Birliyinin üzvü Gündüz Sevindik, Ağcabədi rayon Ağsaqqallar Şurasının sədri Əlizadə Nəcəfov, Ağcabədi rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Vaqif Qarayev, Zəhra müəllimin şair dostları Zahid Eloğlu, Tofiq Zeynal və digərləri çıxış edərək Zəhra müəllimin pedaqoji fəaliyyətini yüksək qiymətləndirib, ona möhkəm can sağlığı arzulayıblar. Səbəbkara ünvanlanmış səmimi şeirlər tədbirə xüsusi ab-hava qatıb. Söz yoxdur ki, əlaların əlasısan ey gül, sən şeirimin ən nazlıca misrasısan ey gül. Yatmış sinən içrə nə qədər incə kəlamlar, hər dürrü kəlamın elə dəryasısan ey gül. Ey xəlqimin azadə qızı, fəxr elə daim, yurdun, vətənin fəxrli zəhrasısan ey gül. Məndim adı dünyadır bu dünyanın içində, dünyamızın əlbəttə ki dünyasısan ey gül. Əməl adlı bir kitabın dolmayın, ömrün bahar çiçəkləri solmayın, qocalıqdır daha bir şey qalmayın. 74 il nə tez geçti ömürdə. Gah aqil, gah hata oldum cavanken. Çoxlarına ana oldum cavanken. Dostluq adlı buta oldum cavanken. 74 yaş nə tez geçti ömürdən. Məclislərdə ayaqda yox, başlasan. Ömür keçir, Nurla Xatun yaşlasan. Yer titriyər, göy kişniyər daşlasan, qüdrətinə qurban olum ay bacı. Gör nə qədər acısı var millətin, sənin kimi bacısı var millətin. Mənzil uzaq, ömür qısa, yol çətin, qüdrətinə qurban olum ay bacı. Tədbirdə Zəhra İbrahimovanın bədii yaradıcılığına da toxunub. Onun Qarabağ qədimi Azərbaycandır adlı şeirinə bəstələnmiş mahnı iştirakçılara təqdim olunub. Zəhra müəllimin öz şagirdi olmuş Elnarə Rızanın ifasında səslənən mahnı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Həmçinin müəllifin bir sıra şeirlərini nəvələri və digər məktəblilər səsləndiriblər. Sonda söz əməkdar müəllim Zəhra İbrahimovaya verilib. O, əməyinə yüksək qiymət verən bütün təşkilatçılara və qonaqlara öz dərin minnətdarlığını bildirib. Təbriklərə qoşuluruq. Biz də ömrünü, bütün həyatını gənc nəslin təlim-tərbiyəsinə həsr edən təcrübəli pedaqoq Zəhra xanımı doğum günü münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, uğurlar arzulayırıq. Gündüz Sevindik, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.